ABŞ-ın İrana zərbələri neft qiymətlərinə təsir edə bilər. Bu barədə Guardian qəzeti yazır. Bildirir ki, hücumun neft qiymətlərinin artmasına və qlobal iqtisadi tənəzzülə səbəb olacağı ilə bağlı qorxular artıb. Əsas neft tankerlərinin keçdiyi Hörmüz boğazında fasilələr yaranıb. Reutersin yaydığı məlumata görə Sepah növbəti xəbərdarlığa qədər boğazdan gəmi keçməsinə icazə vermir. Bakıda iqtisadçı Natiq Cəfərli deyir ki, elə İrana hücum həftə sonu edilmə səbəblərindən biri də odur ki, həftə sonu birjalar bağlı olur, çox təsirlənməsin. Lakin bazar ertəsindən müvəqqəti də olsa neft qiymətlərində artım olacağını düşünür. Amma bu nə qədər davam edəcək, əsas məsələ budur. Yəni neftin qiyməti fundamental problemlərə görə artmır. Yəni neft çatışmamazlığı yoxdur, neft hasilatı azalmayıb dünyada. Bunlar yerindədir. Sadəcə logistika ilə bağlı problemlərin yaşanması və müharibə təhlükəsinin genişlənməsi təhlükəsinin olması nefti bahalaşdıracaq. O ki qaldı Azərbaycana təsirləri, günlük təsirləri müsbət olacaq. Yəni nə qədər neft baha satılanda Azərbaycana bir o qədər çox vəsait daxil olur. Amma bunun orta və uzun vadəli təsirləri İranın gələcəyindən, regionun gələcəyindən asılı olacaq. Əgər İranda açılım baş verəcəksə, iqtisadi inteqrasiya, dünya ilə iqtisadi inteqrasiya baş verəcəksə, bu Azərbaycan üçün də ciddi müsbət fürsətlər yaradır. Reuters agentliyi yazır ki, Yaxın Şərq liderləri İrana qarşı müharibənin neftin bir barelinin $100-dan çox yüksəlməsinə səbəb ola biləcəyi ilə bağlı Vaşinqtonu xəbərdar edib. Körfəz ölkələrinin bir çoxunda səhm bazarları ucuzlaşıb.